Rəvayətə görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Türkistanda yaşayan Bayat tayfasına mənsub ailələr 13-cü əsrdə Monqollar ilə birgə öncə Kiçik Asiyaya gəlmiş və burada Səlcuqlar ilə qarışmışdı. Buradan müxtəlif ərazilərə köçən Bayat tayfa ailələrinin bir qismi 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində Səfəvilər ilə birlikdə Şimali Azərbaycana gəlmişdilər. Azərbaycanda məskunlaşan Bayatlar öz adlarını Şuşa, Şamaxı və Cavad qəzalarında Bayat, Quba qəzasında Sincan Bayat, Uzun Bayat, Göyçay qəzasında Bayat Məlik Umud, Bayat Nadir Hüseyn obalarına vermişdilər. Bayat Məlik Umud obasının başçısı Şirvan xanlığının nüfuzlu şəxslərindən biri olan Məlik Umud bəy idi. Məlik Umud bəy Şirvanın Xançoban mahalının naibi təyin edilmişdir. Şirvan xanları ilə qohumluq əlaqələri olan Məlik Umud bəyin oğlu İsrafil bəy, Şirvan xanlarının nəslindən olan 1833-cü il təvəllüdlü Töhfə xanımla evlənmişdir. Oba 19-cu əsrin əvvəllərində Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişdilər. Bayat Məlik Umud obası bəzi mənbələrdə Boyat Məlik Umud da adlandırılmışdır. Xanlıqlar dövründə Bayat Məlik Umud obası Xançoban mahalına daxil idi. Rus işğalından sonra oba Şirvan əyalətinin, Kaspi vilayətinin, Şamaxı və Bakı quberniyasının tərkibində yerləşmişdir. Oba 19-cu əsrin ikinci yarısında müasir Ucar və Zərdab rayonunun ərazilərində, Bakı quberniyasının Göyçay qəzasında, Qəza mərkəzindən 20-22 verst məsafədə yurt salmışdı. 1870-ci ildə Bayat Məlik Umud obasının 49 təsərrüfatında 161 nəfər kişi, 130 nəfər qadın olmaqla, cəmi 291 nəfər əhali, 1879-cu ildə isə yaşayış məntəqəsinin 58 təsərrüfatında 198 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 344 nəfər əhali qeydə alınmışdı. Çar Rusiyası tərəfindən yerlərdə kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Boyat Məlik Umud oba birliyi icması təşkil edilib. 1886-cı ildə Bərgüşad bölgəsinə daxil olan Boyat Məlik Umud icması Qəza mərkəzindən 30 verst, Pristav idarəsindən 16 verst məsafədə yerləşirdi. İcmanın 76 təsərrüfatında 247 nəfər kişi, 186 nəfər qadın olmaqla, cəmi 433 nəfər əhali qeydə alınmışdır. 1890-cı ildə iki obadan ibarət olan birliyin torpaq sahəsi 1250 desyatin idi. Oba birliyinin 72 təsərrüfatında 229 nəfər kişi, 181 nəfər qadın olmaqla, cəmi 410 nəfər əhali, 1911-ci ildə isə 51 təsərrüfatında 187 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 333 nəfər əhali qeydə alınmışdır. Boyat Məlik Umud yaşayış məntəqəsi 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Lək kənd icmasının tərkibində yerləşir. Arxiv sənədlərinə əsasən kənd 1917-ci ildə 152 evdən, 1924-cü ildə isə 120 evdən ibarət olub. Sovet hakimiyyəti illərində Boyat Məlik Umud oba birliyinə mənsub ailələr, Ucarın indiki Boyat və Zərdabın indiki Məlikümudlu kəndlərində daimi məskunlaşıblar. Məlikümudlu kəndi rayon mərkəzindən 13 km şimalda, Zərdab-Ucar şosi yolunun bir neçə kilometrliyində yerləşir. Ərazisi 1918 hektardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, meyvəçilikdir. Məlikümudlu kəndinin ərazisi qədim yaşayış məskənlərindən biri hesab olunur. Kənd ərazilərində torpaq işləri görülərkən bəzək əşyaları, qırmanc dəstəyi, əsabaşı, atabəylərə aid sikkələr tapılmışdır. Tədqiqatlar nəticəsində ərazidə 9-13-cü əsrlərdə kənd tipli yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Taleh Əliyev Məlikümudlu ərazisindən tapılan sikkənin Məhəmməd Cahan Pəhləvanın dövrünə aid olduğunu qeyd edir. 1926-cı ildə Göyçay qəzası 7 bölgəyə bölünmüş və Məlikümudlu kəndi qəzanın Ucar bölgəsinə daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunmuş və Məlikümudlu kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilmişdir. Sovet dövründə və müstəqilliyimizin ilk illərində Çallı inzibati ərazisinin tərkibində yerləşən kənd, 14 iyul 1998-ci il tarixdə Çallı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Məlikümudlu kənd inzibati ərazi dairəsi yaradılmışdır. Zərdab ərazisində Bayat tayfasının Bayat Məlik Umud obası ilə yanaşı, Bayat Nadir Hüseynbəy obasının ailələri də məskunlaşmışdılar. Bəzi mənbələrdə Boyat Nəzir Hüseynbəy kimi də yazılan obanın ailələri Çallı kəndinin yaxınlığında, Nəzirli nəslinə məxsus torpaqlarda yurt salmışdılar.
Sənədlərə əsasən 1870-ci ildə Oba qəza mərkəzindən 40 vers məsafədə yerləşirdi. Obanın 11 təsərrüfatında 31 nəfər kişi, 19 nəfər qadın olmaqla cəmi 50 nəfər əhali yaşayırdı.